Azərbaycan Nəşriyyatı Assosiasiyası İctimai Birliyinin təşkil etdiyi 38 nəşriyyatın, müxtəlif müəlliflərin və master-klassların iştirak etdiyi 4-cü Uşaq Kitab Festivalının biz də qonağı olduq. Festival uşaqlar üçün təşkil olunsa da, hər yaş qrupundan insanlar görmək olardı. Biz də bu fürsətdən istifadə edib, həm oxucuların, həm müəlliflərin, həm də digər nəşriyyat işçilərinin mütaliə və kitabla bağlı fikirlərini öyrənmək istədik. Uşaq Kitab Festivalında olduğumuz üçün ilk sualımız da uşaqları kitab oxumağa necə sövq edə bilərik oldu. Gəlin görək, nəşriyyat işçiləri və müəlliflərin bu barədə fikri nələrdir? Düşünürəm ki, uşaqlara kitabı sevdirməyin birinci yolu valideynin özünü mütaliə etməsidir. İkincisi isə uşaqlara bunu iş kimi təklif etməkdir. Yəni iş kimi əgər biz bunu uşağa təklif eləsək, uşaq bu işin müqabilində nə isə əldə edəcəyini bilsə və onda bu mütaliə uğurla nəticələnəcək. Xüsusilə müasir nəslin tələbləri daha rasional və aydındır və bu aydın yolda onlara bunun bu cür təklif olunması uğurla nəticələnə bilər. Ümumiyyətlə, mən özüm kitab oxumağa evdə başlamışam və evdə valideynlərimin oxuduğu kitablardan başlamışam. Evdə valideynlərimin kiçik bir rəfi var idi və həmin kitabları oxuyaraq artıq özüm üçün həmin kitabların kifayət eləmədiyini və yeni kitablar lazım olduğunu düşünmüşəm. Bu vəziyyətdə yeni kitablar almağa artıq valideynlərimi sövq eləmişəm və düşünürəm ki, uşaqlar da kitab həvəsləndirmək üçün evdən başlamalıdır. Yəni valideynlər onları həvəsləndirməlidir. Təbii ki, burada sistemli təşviqat çox önəmlidir. Yəni, ailədən başlayaraq, televiziya vasitələri, məktəblər. Bunun üçün də təbii ki, düşünürəm ki, beynəlxalq sərgilərin və lokal yerli sərgilərin çoxaldılması və məktəbdə kütləvi surətdə kitablara olan sevginin aşılanması, bunlar əsas düşünürəm ki, rol oynaya bilər. Sosial medianın və mobil cihazların güc qazandığı bir vaxtda kitab oxuyanların sayı artır, yoxsa azalır? Kitab oxuyanların sayı azalır və artır statistikanın işidir. Belə deyək, kitab oxuyanların keyfiyyəti yüksəlməlidir. Onda uğur əldə olunacaq. Amma kitab oxuyanların sayı artmalıdır dedikdə, bunun üçün ən optimal yol kitabların onlara əslində nə verəcəyini əməli surətdə göstərməkdir. Kitab oxuyanların haralara gedib çatması, nələr əldə etməsi, hətta bir ümumi bir şablon bir ifadə var. Deyirlər ki, hər zaman kitab oxuyanlar televizor izləyənləri idarə edəcək. Bunu da yerin dəyişdirdə müasir gündə kitab oxuyanlar həmişə sosial şəbəkədən asılı olanları və öz əyləncələri arxasında düşənləri həmişə idarə edəcək. Ona görə də bu yöndən insanları təşviq eləmək, bu yöndə insanlara daha aydın və rasional təklif olunmaq kitab oxuyanların sayını artıracaq. Düşünürəm ki, müəyyən bir dövr var idi ki, kitab oxuyanların sayı azalırdı. Bu hansı ki, Sovet dönəmindən sonra 90-cı illərdə belə idi və demək olar kitab çıxmırdı ölkədə. Amma son vaxtlar, son illər xüsusən də kitab sərgilərindən sonra, xüsusən də bəzi nəşriyyatlar çoxaldıqdan sonra və bu gün də gördüyümüz kimi kitab sərgilərində uşaqlı, böyüklü çox insan var. Bu da onu göstərir ki, həqiqətən də kitab oxuyanların sayı artır və bunun üçün də həm nəşriyyatlar çalışır, həm yazıçılar çalışır və düşünürəm ki, və burada da görürəm ki, valideynlər onunla çalışır. Bu üçün təbii ki, çox gözəl görüntüdür. Deyərdim ki, artır. Xüsusilə də şagirdlər və tələbələr arasında xüsusi bir dinamik artım müşahidə olunur. Bu, təbii ki, şəxsi inkişafa meyillilik və karyera və təhsil yönümlülük motivasiyalara görədir, mən belə düşünürəm. Və təbii ki, burada sosial şəbəkələrin də rolu böyükdür. Bookstagram, BookTok kimi platformalarda kitabların təşviqi özünü göstərir. Düşünürəm ki, əvvəlkilərə nisbətdə kitab oxuyanların sayı artır. Bu da bizim davamlı şəkildə velosipedin demək olar ki, pedallarını irəlilətməyimizlə əlaqədardır. Məsəl üçün, bu iştirak elədiyiniz sərgi 4-cü Uşaq Kitab Festivalıdır. Hər il bu festival keçirilir davamlı olaraq. Gələn ildə inşallah bunun yubiley mərasimi olacaq.
İştirakçı sayını nəzərə aldıqda deyə bilərik ki, hər il oxuyanların sayı artır. Çox sevindirici haldır ki, sırf bu sərgiyə əsasən deyirəm ki, çox sevindirici haldır ki, valideynlər övladlarının əlindən tutur, uşaqlar bir-birinə xəbər eləyir, gəlirlər, sərgidə iştirak eləyirlər. Uşaqları ümumiyyətlə görmək bizim üçün çox xoşdur. Gələcəyimiz olan övladlarımızı görəndə ki, onların kitaba marağı var, kitab oxumağı sevirlər və hətta biz bu sərgiyə görə payladığımız daxıllar əsasında uşaqlar məbləğlərini toplayıb özləri gəlib istədikləri kitabları seçəndə, pullarını daha faydalı şeyə xərcləyəndə ümidimiz artır ki, bu uşaqlar gələcəyimizi daha yaxşı idarə edə biləcəklər. Və ən sevdiyim hallardan biri də odur ki, uşaq gəlir, özü istədiyi kitabı baxır, zövqü formalaşır deyə baxır, seçir, əldə eləyir, oxuyur və kimsə nəsə ona tövsiyə eləyəndə deyir ki, məsələn, mənim bu kitabdan xoşum gəlmir və yaxud da bu kitabı, bu janrda olan kitabı oxuya bilmirəm. Artıq onlarda o zövq formalaşıb, nəşriyyatları tanıya bilirlər, müəllifləri tanıya bilirlər, onlarla bağlı xatirələr toplayırlar. Belə müsbət halları çox səsləndirmək olar. Düşünürəm ki, gələcəkdə bunun sayı daha da artacaq. Hazırki dövrdə saysız müəlliflər və kitablar mövcuddur. Bu kitabların hansının bizə uyğun olduğunu, gedəcəyimiz yolda bizə doğru yoxsa yanlış yol göstərən olduğunu necə bilə bilərik? Kitabları mütaliə edərkən ilk növbədə kitabın faydalılığını araşdırmaq lazımdır. Kitab haqqında rəylərlə tanış ola bilərsiniz. Bundan ötürü xüsusi saytlar var. Bu saytlarda kitabın haqqında məlumat axtarırsınız və ilk növbədə kitabı mütaliə etməzdən öncə niyyətinizi müəyyənləşdirirsiniz. Siz nə istəyirsiniz və kitab sizə nə təklif edir? Həyat mənfisi ilə və müsbəti ilə var. Kitablar da həm mənfini, həm də müsbəti təqdim eləyə bilər. Baxır oxucu orada nə axtarır. Ümumiyyətlə düşünürəm ki, yaxşı və ya pis deyə bir kitab yoxdur. Ən pis sayılan, ən pis hesab edilən və ya ən zəif hesab edilən kitabda belə insan nəyisə öyrənə bilər. Ən azından bir cümlə, ən azından bir söz. Məndə də həmişə belə olur. O baxımdan zövqlər də fərqlidir, zənclər də fərqlidir və düşünürəm ki, hər kitab fərqli yol göstərir insanlara və əsas odur ki, həmin insan həmin kitabdan nə götürür. Ümumiyyətlə beynəlxalq təcrübədə kitablar haqqında böyük beynəlxalq şirkətlər reviewlar yazırlar, buna şərhlər yazırlar. Həmin şərhləri incələyərək kitab haqqında ümumi məlumat əldə etmək olar və təbii ki, burada sosial şəbəkələrin rolu çox böyükdür. Çünki sosial şəbəkələrdə kitablar haqqında olan təbliğat kampaniyasının içərisində kitablar haqqında ətraflı məlumatlar yazılır, kitablar haqqında incələmələr olur, alıntılar olur və bunları incələyərək kitab haqqında ətraflı məlumat əldə etmək olar. Ən çox satılan kitablar arasında adətən xarici yazarları görürük. Bunun səbəbi yerli yazarların az tanınmasıdır. Az tanınır deməzdim. Yəni hal-hazırda yerli yazarlarımızın arasında aktivlik hiss olunur. Onlar sosial şəbəkələr vasitəsilə və ümumiyyətlə öz fəaliyyətləri ilə öz ətrafına auditoriya toplamağa başlayıblar və özlərinin paylaşdıqları məzmun, kitablarla bağlı keçirdikləri təqdimatlar və xüsusi tədbirlərlə öz auditoriyalarla ünsiyyəti dayanıqlı şəkildə davam elətdirirlər. Bu da sevindirici haldır. Məsələn, biz son zamanlar bir çox yerli yazarların keçirdiyi tədbirlərə dəvətnamələr alırıq və orada iştirak edirik və görürük ki, dinamika müşahidə olunur həqiqətən də. Yəni bu var. Bir neçə il öncə təbii ki, belə deyildi, durğunluq müşahidə olunurdu, amma son zamanlar rəqabət çoxaldığı üçün və rəqabət də inkişaf üçün bir vasitə olduğu üçün və biz burada gözəl bir dinamika müşahidə edirik. Əziz oxucu dostlarımız, sizə kitabı, mütaliəni sevdirən kim oldu? İlk olaraq anam lap mən körpəlikdən olandan kitab oxumağa başlayıb. Ondan gördükdən sonra bizdə də həvəs yarandı və ilk oxuduğum kitab Amin Orucun Tufillər kitabı oldu. Hələ oxumağı bilmədən bu kitabı oxumuşam. Daha sonra isə oxumağı öyrəndikdən sonra bir dəfə də özüm oxudum. Mən uşaq vaxtından kitab oxuyuram. Daha çox anamda görmüşəm. O yəni oxumuş qadın olduğu üçün evdə də rəf dolusu kitablarımız var idi. Mən də onları hələ uşaqkən açıb səhifələməyə başlamışdım. Sonra yavaş-yavaş hərf-hərf öyrənərək
Kiricə kitabları oxumağa başladım. Daha sonra məktəb dərsliklərindəki kiçik hekayələrdən başlayaraq və sonra da kitabxanalardan kitab götürərək kitab oxumağa başladım. İlk oxuduğum romansa Başsız Atlı olub. Daha sonra Həraklın 12 Qoçaqlığı və s. kimi kitablar olub. Amma əsaslı şəkildə roman oxumağa 2023-cü ildən başlamışam. Mənə həvəsləndirən əsas kitab Rövşən Abdullaoğlu'nun kitabları olub. İlk dəfə Arkadakı Körpüləri Yandırın kitabını görmüşəm. Və ondan sonra yazanın digər kitabları ilə də maraqlandım. Ən çox xoşuma gələn kitab isə reyslər üzərində uzanmış adam oldu və mənə çox təsir elədi. Hətta həyatımda ən dərin izi qoyan kitab oldu. Daha sonra yazarın ümumiyyətlə bütün kitablarını çox sevirəm. İlk öncəliklə evdə baxaraq böyümüşəm. Ana da mütaliə edib, ata da mütaliə edib. Həmçinin nənə, baba hər birinin əlində kitab görərək böyümüşəm. Amma əsasən ata sevdirib. Kitab mağazalarına girərkən onun yanında atasının qızı vibe almaq üçün hər zaman onun yanında gezirdim, demək olar ki. Onunla bərabər kitablara baxırdım ki, ata ilə oxusam daha maraqlı olar deyənə. Onunla oxuya-oxuya artıq kitabları özüm də sevdim. Daha sonra isə özüm artıq qərar verəcək yaşda olanda, hardasa 9, 10, 11 yaşlarında özüm kitabları seçirdim, bəyənirdim, götürürdüm. 11 yaşdan sonra isə müstəqil olaraq özüm kitablarımı daha çox özüm sərgilərə gəldim, yazarlarla tanış oldum. Amma ondan əvvəl isə atanın məsləhəti, ananın məsləhəti ilə oxuyurdum. Mənə kitab oxumağı ilk dəfə anam sevdirdi. Biz uşaq olanda o da bizə kitablar oxuyurdu. Anam evdə kitab oxuyanda mən də görüb oxudum. Nə qədər kitab oxusaq da, mütaliə etsək də, hər zaman bir kitab olur ki, onun bizdə buraxdığı dərin izlər olur və hər kəs bu kitabı mütləq oxumalıdır deyirik. Bəs sizə görə elə bir kitab varmı? Hər kəsin mütləq oxumalı bir kitabı yoxdur. Düşünürəm ki, bu hər kəsin özünün niyyətinə və arzularına görədir. Əgər mən hər kəsin oxumalı olduğu kitabı deyirəmsə, bu artıq bir növ tövsiyəyə keçir. Bu tövsiyə isə mənim tövsiyəmdir. Bu halda mən öz uğurumu sizə satmağa niyyətlənirəm və bu da yaxşı bir hal deyil. Ona görə də düşünürəm ki, ilk növbədə özünüzün nə istədiyinizi müəyyənləşdirin. Sonra o kitab sizi gəlib tapacaq. İlk növbədə həm uşaq, həm böyüklər üçün deyim, Harperlinin Bülbülü Öldürmək kitabı insanlara mərhəməti, həmçinin yaxşı insan olmağı, ikisi olmamağı, təmiz və həyatda gözəl addımlar atmağı öyrədir. Növbəti kitab Sadako kitabını tövsiyə edərdim. Yapon uşaq kitabıdır. Çox sevdiyim kitabdır və həqiqətən o da insanlara və ümumiyyətlə uşaqlara çox şey öyrədir. Ümumiyyətlə uşaq kitablarından danışmaq istəyirəm və Balaca Qara Balıq kitabını tövsiyə edərdim. Balaca Qara Balıq da mənim üçün tamam əvəzsiz bir yer olan kitabdır. Böyüklər üçün başqa bir kitab əgər məsləhət görsəm, Craig Silveyin Casper Jones kitabını tövsiyə edərdim. Və hər biri də mənə nələrsə indiyə kimi qatıb, nələrsə öyrədib. Mən əsasən uşaq ədəbiyyatını oxumağı sevirəm. Balaca dostlarımız üçün valideynlərinə və müəllimlərinə tövsiyə edərdim ki, Ağacdakı Balıq əsərini və Möcüzə əsərini mütləq ki, uşaqlarına oxutursunlar, həm də özləri oxusunlar. Bunu həm də müəllimlərə də tövsiyə edirəm ki, mövzusu ilə tanış olduqda biləcəklər nəyə görə bu kitabı tövsiyə edirəm. Ondan əlavə isə zövq məsələsi var. Ola bilər ki, biri şirin sevir, biri duzlu sevir. Bəzən də bizim sevdiyimiz kitabı başqa biri sevməyə bilir. Bu normal haldır, müsbət qarşılayıram. Əlavə olaraq isə son zamanlar tarixi roman və psixoloji əsərlər oxuduğuma görə tarixi romanlardan Ülviyə Tahirin Taxta Məktub əsərini tövsiyə edirəm böyüklərimizə ki, oxusunlar və yaşı çatan yeniyetmələrimizə tövsiyə edirəm oxusunlar. Əlavə olaraq da Ağzambağlar Ölkəsi mənim hər il bir dəfə oxuduğum kitablardan biridir. O kitabda oxumağı hamıya tövsiyə edirəm. Əslində oxuduğum kitablar çoxdur. Spontan soruşanda
ağlımıza gəlməyə bilər. Amma düşünürəm ki, öz ruhuna hansı kitabı yaxın bilirsə, həmin kitabı oxusalar daha yaxşıdır. Məncə xarici yazar Paulo Coelho'nun Ovçunun Yolu kitabını hər kəs oxumalıdır. Kitabda qısaca danışsaq, ovçunun yolundan bəhs eləyir. Lakin burada bütün sahələrə aid bir hədəfdən danışılır. Yəni ümumiyyətlə bütün insanların hədəfinə çatması üçün getməli olduğu yolu göstərir. Ən sevdiyim yazar Rövşən Abdullaoğlu, qadın yazıçılarımızdan isə yerli qadın yazıçılarımızdan İlviyə Tahirdir. İlviyə Tahirin ilk dəfə Alжир əsərini oxumuşam. O qədər gözləntim yox idi kitabdan. Düşünürdüm ki, boşuna populyar olan kitabdır. O kitabı oxuyandan sonra bütün fikirlərimi dəyişdim. Yəni ön yarğımı qırdım demək olar ki, düşündüm ki, həqiqətən də populyar və böyüdüləcək bir kitabdır. Repressiya haqqındaydı kitab. İndi də hal-hazırda repressiya haqqında digər kitabları da var. Qaqayı Jonathan Livingston. Biz bu kitabı ilk dəfə telefondan oxumuşduq. Anam bu kitabı bizə oxumuşdu balaca olanda. Çox möhtəşəm kitab idi. Kitab oxumaq çox maraqlı bir işdir və mən bir-iki dənə kitab oxumuşam və hamısı da maraqlı olub. Bir dənə kitab var. O da bütün kosmosda yer kürəsindən var hər şey danışırlar. Onu uşaqlara məsləhət görərdin o kitabları? Məsləhət görərdim, çünki orada çoxlu qəşəng-qəşəng faktlar deyirlər. Şiir və sisa. Ayı bayaları və ayı bayaya şiir və sisanı. Əziz bəy, kitab yazarkən ən çox nəyə diqqət edirsiniz? İlk növbədə mən hər insanın içində uşaq ruhu olduğu üçün ilk növbədə həmin uşaq ruhuma müraciət edirəm və düşünürəm ki, 20 il qabaqçı Əziz Yaqubzadə və Əziz bu kitabı oxuyardımı və ya oxusa, bu qəhrəmanları oxusa necə reaksiya verərdi? Əgər özüm tam olaraq təsdiqləyirəmsə, onda uşaqlar üçün uyğun olduğunu düşünürəm və əlbəttə gündəmi izləyirəm, indiki uşaqları izləyirəm, bilirəm ki, indiki uşaqlarla 20 il qabaqçı uşaqlar eyni deyil və gündəmi izləyərək uşaqların ən çox sosial mediaya və ya internetdə izlədiyi videolara uyğun şəkildə macəra kitabları yazmağa çalışıram. Oxucular kitab alanda ən çox nəyə diqqət edir? Oxucular adətən qalın olub-olmamasına, içərisində daha çox hekayənin olub-olmamasına diqqət eləyirlər. Bəzən qiyməti daha çox önəmlidir onlar üçün. Bir sıra oxucular üçün də üz qapağının daha çəkici olması. Bəziləri var ki, heç annotasiyasına baxmır kitabın. Üz qapağı yaxşıdırsa onu götürürlər. Bəziləri də əgər içərisində çox hekayə varsa, bu da daha çox sürətli oxuyan oxuculara aiddir. Ana gəlir, övladı deyir ki, mənim uşağım tez oxuyur, bir kitabı bir günə oxuyur, bitirir. Ona görə də daha qalın kitab almaq istəyir ki, davamlı olaraq o kitabdan asılı qalsın və onu oxusun. Bu da təbii ki, maddiyyatla bağlı olan bir şeydir. Amma sərgilərin də əsas üstünlüyü ondan ibarətdir ki, adətən kitablar minimum 20%-dən maksimum 50-70%-ə qədər davam edən endirimlər olur və ona görə də biz oxucularımıza bildiririk ki, gəlsinlər, sərgidən faydalansınlar. Həm yazıçıları yerində görə bilirlər, onlardan imza ala bilirlər, həm kitabları endirimli qiymətlə əldə edirlər, həm buradakı ab-hava ilə tanış olmuş olurlar, həm də ki, müxtəlif, belə deyək, oyunları, tamaşaları görürlər, master-klasslardan istifadə edirlər. Adətən bizim sərgiləri keçirməkdə də əsas məqsədimiz oxucunun ayağına gedib ona kitabı əlçatan eləməkdir. Məlum məsələdir ki, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi təkcə Bakıda deyil də bölgələrdə də sərgi keçirir və inşallah ki, növbəti sərgilərimiz olacaq ki, bunlardan biri Naxçıvanda keçiriləcək, biri Gəncədə olacaq. Grant layihəni udmuşuq ki, onun da sərgisini inşallah keçirəcək. Beləliklə davamlı olaraq biz oxucuların yanına getməyə, onlarla bir yerdə olmağa çalışırıq ki, gəlsinlər, oxusunlar, faydalansınlar. 4-cü Uşaq Kitab Festivalında dostlarımızın ən çox xoşuna gələn nə oldu?
sərgidə ən çox bəyəndiklərim kitablardan əlavə məşğuliyyətlərin də olması oldu. Yalnız kitab yox, əyləncələr, uşaqlar üçün musiqilər, teatr qurmaları və s. master klasslar həmçinin. Məsələn, gördüyünüz kimi özümdə face art var, onu çox bəyəndim. Sərgidəki nəşriyyat rəhbərlərinin və onların işçilərinin mehribanlığı, burada təşkil olunan əyləncəli musiqilər, tamaşalar, nağıl saatları, bunlardan uşaq olmasaydı, uşaq ruhu olduğumuz üçün böyük həzz aldım. Sərgidən məsələn ağıllı balanın stend tasarımı xoşuma gəldi. Hər il müxtəlif sərgilər, festivallar keçirilir. Son illər ölkəmizin müxtəlif bölgələrində kitab sərgiləri də təşkil olunur. Bu sərgilərin həyatımızda nə kimi rolu var? Oxucular arasında böyük rəğbət qazanan, kitabları təkcə Azərbaycanda deyil, bir çox xarici ölkələrdə tanınan dəyərli yazar Rövşən Abdullaoğlu sualımızı cavablandıracaq. Sərgilər hər bir ölkənin həyatında baş verən ən mühüm mədəni hadisədir və sərgilər yalnız naşirlərin, yazıçıların işi deyil. Təşkilatçılıq olaraq ola bilsin bunu hansı nəşriyyat icra eləsin, hansı bir mədəni qurum həyata keçirsin. Ancaq bu mədəni bir hadisə olduğuna görə ölkənin bütün qurumları burada aktiv şəkildə iştirak eləməlidir. Təbliğatında, reklamında, böyük kütlələrə məlumatın ötürülməsi üçün hər kəs əlindən gələni eləməlidir. Və eyni zamanda sərgilərə çalışmaq lazımdır ki, cəmiyyətin bütün fərdləri qatılsın, iştirak eləsin. Çünki bu sərgilərdə iştirak etməklə insanlarda oxuya maraq yaranır, mədəniyyətə maraq yaranır və eyni zamanda övladlarımızı da gətirməliyik. Hətta bəzən sual verirlər ki, az yaşlı uşaqların sərgilərdə nə önəmi ola bilər də? O uşaqları gətirməklə uşaqların gözü sərgi görür, uşaq yazısı görür, nəşriyyat görür və sərgiyə gəlmək mədəniyyəti bunlarda formalaşır. Belə bir uşaq indi hazırda 4-cü uşaq sərgisidir və bu sərgiyə gələn uşaq aydındır ki, böyüyəndə artıq kitaba şuuraltı bir rəğbəti və bir meyli olacaq və bizim gələcəyimiz uşaqlarla formalaşır. Uşaqların gözü nəyi görərsə, hansı abu-havada böyüyərsə, böyüyəndə o abu-havada başlayacaq həyatını qurmağa. İndi təsəvvür edin ki, bizim uşaqlarımız gözünü açandan mütəmadi olaraq sərgilərə gəlir, kitablarla tanış olur, müxtəlif stendlərə gedir və orada yazıçılarla ünsiyyət edir. Bunun beynində artıq yazıçı tanımaq mədəniyyəti formalaşacaq. Kitab almaq, kitab imzalatmaq, kitab hədiyyə etmək düşüncəsi formalaşacaq. Belə uşaq, belə cəmiyyət aydındır ki, maddiyyatdan uzaq olub mənəviyyata meyilli bir fərd olaraq böyüyəcək. Bu da çox önəmli bir məsələdir. Ona görə çalışmaq lazımdır ki, valideynlər hətta işləri bəhanə edib kitab oxumurlar. Onlar öz övladlarını gətirsinlər. Və yaxud da ki, bir kitabı alsınlar, o kitabı alıb evinin bir küncünə qoysunlar, eybi yoxdur. Müəyyən bir vaxtdan sonra o kitabı o qədər görəcəklər ki, 5-ci dəfə o kitabı götürüb oxuyacaq. Yəni, sənin gözünün qabağında bir kitab yoxdursa, sən heç bir zaman kitaba səndə meyil yarana bilməyəcək. Və sən oxumasan da övladın oxuyacaq. Və yaxud da bir qonşun oxuyacaq, evdə gələn qonaq oxuyacaq. Və sən də mütləq olaraq hansısa bir boş vaxt tapanda o kitabı götürüb bir vərəqləyəcəksən, 2 səhifə, 3 səhifə oxuyacaqsan. Ona görə yəni hər bir şey bir kitab almaqdan başlayır. Elə mədəniyyət də bir kitabın üzərində qurulur. Mədəniyyət də sərgilərlə başlayır. Çox önəmlidir. Bir yazıcı olaraq demirəm, bir vətəndaş olaraq deyirəm və hamını səsləyirəm ki, bu sərgilərə biganə qalmasınlar. Çünki sərgilərə biganə qalmaq öz gələcəyimizə biganə qalmaq deməkdir. Öz ölkəmizin mədəniyyətinə biganə qalmaq deməkdir. Məsələn, bəzən elə cinayətkarlıqla necə mübarizə aparaq? Ən ideal yolu bu cür sərgiləri yaratmaq və insanları bura cəlb eləmək, kitab yazmaq, kitab oxutmaq. Bütün bunlar hamısı elə cinayətkarlığın qabağında alır. Mədəniyyət olan yerdə, kitab sevgisi olan yerdə cinayət də olmayacaq, gözəl ailə də olacaq, gözəl tərbiyə də olacaq. Son olaraq, əziz müsahiblərimiz, oxuculara nə demək istərdiniz? Oxucular demək istəyərdim ki, oxuyun, daim oxuyun. Nə olduğundan, kimin kitabı olduğundan asılı olmayaraq. İstər məni oxuyun, istər heç məni yox, başqa müəllifləri oxuyun. Amma oxuyun və eyni zamanda yerli müəlliflərə də bir şans verin. Mən arzu eləyirəm ki, oxucuların kitabları rəflərində yox, ürəklərində olsun.
Oxuculara onu demək istəyirəm ki, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin Instagram hesabını izləsinlər. Davamlı olaraq keçirdiyimiz sərgilərin hamısı orada paylaşılır. Adətən sosial medianın əlçatanlığı olmayan insanlar var ki, onlar bildirirlər ki, biz sərgi ilə bağlı məlumatımız olmadı və s. və ilaxır. Hansı kitab evindən kitab alırlarsa və yaxud da hansı nəşriyyatla əlaqələri varsa, onlardan daimi kitab sərgilərinin harda keçirilməsini soruşsunlar. Daim olaraq izləsinlər ki, məlumatda olsunlar və gəlsinlər, alsınlar, oxusunlar, maariflənsinlər və ən əsası isə nə oxumaq yox da nəyi oxumaq əsas önəmlidir. Oxuduğunuz kitablara diqqət edin. Sizə mənfi təsir göstərəcək, psixologiyanıza mənfi təsir göstərəcək kitablardan həm özünüzü, həm də övladlarınızı kənar tutun. Yaşıdlarıma tövsiyə edərdim ki, mənim kimi kitab oxusunlar. Mənim kimi yox, məndən də artıq oxusunlar. Bir neçə kitabla kifayətlənmək olmaz. Məktəb dərslikləri ilə, nə bilim, hazırlıq vəsaitləri ilə kifayətlənmək olmaz. Sərgilərə gəlin, əylənin, kitab alın, oxuyun, mütaliə edin. Mütaliə etmək sadəcə bir hansısa bir hekayəni öyrənmək deyil. Hər hansısa bir həyatı yaşamadan praktika əldə etməkdir. Söz bazamızı genişləndirməkdir. Kitab oxumaq bizim xəyal gücümüzü gücləndirir. Biz kitab oxuyaraq həm də gələcəyimizi gücləndirə bilərik. Kitab ümumi olaraq bizim nitqimizin inkişafı ilə bağlıdır. Bizim ümumi olaraq öyrəncilərimizin başlanğıcıdır və hamıya tövsiyə edirəm ki, kitab oxusunlar. Çünki biz bir çox yenilikləri də kitabdan öyrənə bilirik. Dünyada nə qədər kitab var belə, çalışıb, əlləşib, gətirdim ələ. Oxudum, sonra da vardım, hər gizli xəzinədən bir dür çıxardım.